Dostlar, bildiğiniz kimi Cənub zonasında bir gənc idman zalında dünyasını dəyişib. Allah günahlarını bağışlasın, valideynlərinə səbir versin, qismətdir. İndi insanların da fərqli yanaşması var. Misal üçün ki, bəs idman zalında niyə ölsün, bu sağlamlıq məkanıdır və s. Xeyr dostum, insan var, mağazaya gedir, alış-veriş eləyir. Mən dəfələrlə görmüşəm ki, orada dünyasını dəyişib. İndi o demək deyil ki, ora getməsin. Xeyr, indi fərqli insanlar da deyir ki, proteindəndir və s. və ilahi. İndi burada nüanslar nədir ki, mənim şəxsi subyektiv fikrimdir. Bax, adi protein deyirsiniz də. Mən çox zallar var ki, adını çəkmək istəmirəm. Amerika deyirlər ki, oradan məhsul gəlir. Amma özləri trend yoldan alır və girirlər otaqda, başlayırlar qablaşdırmanı dəyişirlər. Həqiqətən də bunu görmüşəm, şahidiyəm. Və bir də ki, burada məsələ nədir? Bəzən deyirlər, bu proteindir, zulaldır. Xeyr dostum, bu protein içində siz baxsaq, orada kreatin də var, beta da var və s. Yəni əlavə qatqılar var. Qatqılar yəni əlavə qidalar deyim də belə. Və bunların vaxtı keçəndə, yəni təbii ki, bunlar hamısı sintez olunmuş məhsullardır. Yəni bunların vaxtı keçəndə bu insana yaxşı təsir eləmir. Və bir də ki, məsələ nədir? Bax, insan misal üçün qaldırmalıdır 100 kilo, bax misal deyirəm də. Bu proteini içir. İndi bunun tərkibində olan lap söhbət proteindən də gedmir. Burada indi lap kreatindən gedir. Kreatin də insana güc verir axı. Bunu içir və başlayır bu çəkini çox qaldırmalı. Bu ürək də onu götürmür. Elə bil ki, bir yük daşıyan maşındır, 5 ton tutur, sən də yükləmirsən nə qədər 10 ton. Bu gedir. Amma getməsə ondan daha yaxşıdır. Çünki qabaqda bunu fasad, yəni problem gözləyəcək. Bu insan da elədir. Və insanlar da qəbul edir, bir balaca nəticə görür və deyir ki, həmişə belə olacaq. Xeyr dostum, mən hər dəfə deyirəm ki, sən əgər onu içirsənsə, sən gözləmə bir həftəyə, 10 günə nəsə bir pis bir şey olsun. Yox, o uzun müddət vaxt gedəndən sonra həmişə üzə çıxır. Ona görə deyirəm ki, problemi bunu dibindən həll eləmək lazımdır. Yəni, yenə deyirəm ki, bu məhsullar, yəni proteindir və s. bu hal-hazırda rəqabət var. Bunların içinə qatqı qatırlar. İnsan var, kreatin içir. İndi biz görmüşük ki, bir 10 il bundan öncə kreatin içəndə 3 kilo, 2 kilo sənə çəki verirdi. Amma indi həmin kreatin sənə 8 kilo çəki verir. Amino da həmçinin. Amino ümumiyyətlə biz görmüşük, yəni fərqli bir effekti vardı onun. Düzdür, sırf əzələ işləyir, relef verir və s. Amma indi amino atırsan, amino 9-10 kilo çəki verir. Elə bir qeynirdir bunu içirsən. Amma yenə deyirəm ki, dostlar, rəqabət getdiyindən bu şirkətlər, firmalar arasında bunlara qatqı qatırlar, başa düşdün? Yəni mənimki daha da effekti olsun. Bilməyən insan da atır, bir balaca kökəlir, bir 3 kilo, 2 kilo. Deyir ki, nə gözəldir. Ay yox dostum, kökəlmək, arıqlamaq problem deyil. Əsas nədir? Yəni daxilən sağlam olmaq hər şeydən üstündür. Bir daha söylürəm ki, bax yenə də çalışın sağlamlığınızı qoruyasınız. Sən neysə qəbul eləmək istəyirsənsə, eləmə inan dostum. Sən elə yeməklə, ev yeməklə yesən, məşq eləsən, əzələyə təzyiq göstərsən, ondan gözəlliyi yoxdur. O da daha sənin üçün uzun müddətli olacaq. Nəsə bir əlavə qida atacaqsan, biraz effekti verəcək, sonra səndən götürüləcək o. Mümkün deyil götürməz. Götürməmək üçün də nə etməlisən? Həmişə onu içəsən, istifadə eləyəsən. Bir də ki, deməyin ki, o həkim, o filan profesional içir, içmir və s. çox içir, mən onu da görmüşəm. Onun həkimi var, onun həkimin köməkçisi var, o nəzarət altındadır. Sən onun kimi deyilsən, biləsən bunu. Bir daha söylürəm ki, çalışın özünüzü qoruyasınız. Sağ olun.